Salam, növbəti dərsimiz Azərbaycan tarixində 19-cu əsrin ikinci yarısı sonlarında iqtisadiyyatın və sənayinin vəziyyəti. Bu dərsimizi başlıq olaraq bölmüşəm neft sənayesinə, dağ-mədən sənayesinə, yüngül və yeni sənayesinə, nəqliyyat və rabitə sənayesinə. Bildiyimiz kimi 19-cu əsrin ikinci yarısından etibarən Rusiya Azərbaycanda müəyyən qədər burja islahatlar keçirilmiş oldu. Burada məqsəd təbii ki o idi ki, Azərbaycanda öz hakimiyyətini möhkəmləndirsin və həmçinin bununla yanaşı Rusiya artıq 19-cu əsrin ikinci yarısından etibarən Azərbaycandakı sənayenin və iqtisadiyyatın inkişafı üçün bir növ maraqlı idi. Bu da təbii ki burada öz maraqları var idi ki, Azərbaycandakı iqtisadiyyatı, sənayeni inkişaf etdirsin. Lakin ümumən Azərbaycanda iqtisadiyyatı və sənayeni ləngidən əməllər var idi. Bu Azərbaycanda Rusiyanın müstəmləkə xarakterli siyasət aparması, həmçinin hələ də Azərbaycanın feodal olaraq qulluqda qalması idi. İlk olaraq başlayırıq neft sənayesinə. Ümumiyyətlə 19-cu əsrdən etibarən, 19-cu əsrin 60-cı illərindən etibarən Azərbaycanda, xüsusilə Bakıdakı neft sənayesi inkişaf etməyə başladı. Niyə məhz 19-cu əsrin 60-cı illərindən etibarən Bakıda neft sənayesi inkişaf etdi? Bunun səbəbləri vardı. 1. Neft dünya miqyasında istifadə olunmaya başladı. 2. Rusiyanın duru yanacağı olan tələbatı artdı. Çünki məlum məsələ 19-cu əsr boyunca Rusiya davamlı işğalçı müharibələr yürüdürdü. Ona görə duru yanacağı neftdə tələbatı artdı. 3. Azərbaycanda ucuz işçi qüvvəsi var idi ki, bu səbəblərdən dolayı artıq Bakıda 60-cı illərdən etibarən 19-cu əsrin neft sənayesi inkişaf etməyə başladı. Lakin bu dövrdə 19-cu əsrin ortalarında neft sənayesini iki əsas məsələ ləngidirdi. Bu, birincisi, icbari əməyin, yəni neftə məcburi əmək var idi. Kəndləri Bakıda neft sahələrində məcburi işlədirdi. Və bununla davamında kəndli öz işinə marağı olmurdu. Ona görə də o neft sənayesinin inkişafı buna heç də bağlı deyildi. 2. Burada iltizamın mövcud olması idi neft sənayesində. Bəs görürsən, iltizam nədir? İltizam, neftli torpaqların müəyyən şəxslərə müəyyən müddətə verilməsidir. Gəlir niyə? Bəs görürsən 19-cu sonlarında Bakıda neft sənayesində hansı hadisələr oldu? Başlayırıq 1848-ci ildə Bakıda və dünyada ilk dəfə olaraq neft çıxarmasında mexaniki qazma üsulu olan buruq üsulu başlanıldı çıxarılmasına. 1859-cu ildən Bakıda ilk dəfə olaraq ağ neft zavodu tikilməyə başladı. Bu isə təbii ki Rus kapitalına məxsus idi. 1863-cü ildə Azərbaycan milyonçusu Cavad Məlikovun vəsaiti ilə Bakıda da yenə ağ neft zavodu inşa edildi və həmçinin Cavad Məlikovun bu müəssisəsində neft çıxarılmasında ilk dəfə dünyada soyuducu sistemdən istifadə olundu. 1864-cü ildə Çar Rusiyası Bakı neftinin inkişafını ləngidən bir amili aradan götürdü. Bu, icbari əməyin ləğvidir. 1872-ci ildə isə Çar Rusiyası Bakı neftini ləngidən ikinci amili də aradan götürdü. Bu, təbii ki, iltizamın ləğvidir. Artıq 1872-ci ildə iltizam ləğv olundu. Neftli torpaqlar hərrac yolu ilə birbaşa şəxslərə satıldı və o torpaqları alanlardan da biri Azərbaycan milyonçusu Tağıyev idi. Ardınca 1873-cü ildə artıq neft çıxarılmasında ilk dəfə olaraq buxar mühərrikindən istifadə edilməyə başlandı və bu da artıq neft mərhələsinin, neft sahəsinin fabrik zavod mərhələsindən keçidi idi bu hadisə. 1878-ci ildə isə Bakıda ilk dəfə olaraq dünyada neft daşımasından boru kəmərindən istifadə olundu. Həmçinin də yenə də dünyada 1878-ci ildə neft daşımasında tankerdən istifadə olunmuş oldu. 1879-cu ildə İsveç kapitalı məşhur o Nobel qardaşları şirkəti Azərbaycan Bakı neftinə pul yatırmağa başladı. 1879-cu ildən etibarən 1880-ci ildə isə neft daşımasında vaqon sistem üsulu ilə Bakıda ilk dəfə istifadə olunmağa başlandı. 1880-ci illərdə isə fransızlar məşhur Rothschild şirkəti Bakı neftinə pul yatırmağa başladı. 1890-cı ildə isə İngilis Goodpart şirkəti də Azərbaycan Bakı neftinə pul yatırmağa başladı. 1893-cü ildə isə Peterburqda, Bakıda Bakı Ağ Neft Sənayesinin ittifaqı yaradıldı. Yəni Peterburq şəhərində Bakıdakı olan bütün ağ neft sənayesinin ittifaqı yaradılmış oldu. Neft sənayesinin özünə məxsus xüsusiyyəti var idi. Ən böyük xüsusiyyəti o idi ki, Azərbaycan neft sənayesinin əsasən xarici kapitalın əlində olması idi. Düzdür, burada milyonçularımız var idi, yerli kapital, amma az idi. Niyə? Çünki neft sənayesinə pul qoymaq üçün neft sənayesində iş görmək üçün çoxlu kapital, pul lazım idi. Çünki neft sənayesinin avadanlıqları Avropadan, xaricdən gətirilirdi əsasən. Bu səbəbdən dolayı.
Gəlir niyə? İkinci başlığımız dağ mədən sənayesi, metallurgiya sənayesidir. Dağ mədən sənayesi ilə neft sənayesi kimi oxşarlıq o idi ki, bu sahədə əsasən xarici kapital əlində idi. Xüsusilə Alman kapitalı. 1865-ci ildə Alman kapitalı Siemens qardaşları şirkəti Gədəbəydə mis sənayetmə zavodu inşa etdiyi fəaliyyətə başladılar. 1883-cü ildə isə yenə də həmin o Siemens qardaşları şirkəti Qalakənddə mis saflaşdırma müəssisəsini açmış oldu. Digər sahəmiz, başlığımız yüngül və yeniçi sənayesi. Məsələ, Azərbaycan milyonçularının üstünlük təşkil etdiyi sahə budur. Yüngül və yeniçi sənayesi. Başlayır nədən? 1861-ci ildə Şəkidə ipək fabriki fəaliyyətə başladı. Bu da təbii ki, Rus kapitalına. Fikir versəz ki, 1861-ci ildəki Şəkidəki ipək fabriki ilə və 1859-cu ildəki Bakıdakı Ağ neft zavodunun oxşarlığı odur ki, hər ikisi Rus kapitalının, Rus milyonçularının pulu ilə açılmışdır. Ardınca gəlirik, 1880-ci ildə balıqçılıqda iltizamın ləğvi baş verdi. 1882-ci ildə isə Naxçıvanda pambıq təmizləmə zavodu fəaliyyətə başladı. 1887-ci ildə Bakıda ilk dəfə olaraq yarmarka, həmçinin də elə bu dövrdə 19-cu əsrin ikinci yarısında Bakıda ilk dəfə olaraq birja fəaliyyətə başlamış oldu. 1900-cu ildə isə Bakıda Tağıyevin pulu ilə ilk toxuculuq fabriki açılmış oldu. Digər başlığımız isə gəlir nəqliyyat və rabitə. Burada nə var? 1864-1868-ci illərdə Bakı, Tiflis, İrəvan, Gəncə və Naxçıvan şəhərləri arasında teleqraf xətləri fəaliyyətə başladı. Bu təbii ki, rabitə sahəsidir. 1879-cu ildə Bakı və Krasnovodsk şəhərləri arasında teleqraf xətti çəkildi. 1883-cü ildə Bakı dəmir yol vağzalı, həmçinin Bakı ilə Tiflis arasında dəmir yol xətti çəkildi ki, bu da artıq Bakını Gürcüstana və oradan isə Qaradəniz sahillərini bağlayan Batum dəmir yoluna çıxışı baş verdi. 1886-cı ildə Bakıda ilk telefon stansiyası, mərkəzi yaradılmış oldu. 1900-cü ildə Biləcəri, Dərbənd, Maxaçqala dəmir yol xətti çəkildi ki, bu da artıq Azərbaycanın Ümumi-Rusiya dəmir yollar xəttinə qoşulması demək idi. İndi isə bu dərsdə keçdiyimiz tarixlər və həmin tarixlər sizə görürsən, ümumi tarixdə nələr baş vermişdir. Misal olaraq deyə bilərik ki, 1864-cü ildə neftə icbari əməyin ləğv olunduğu ildə Rusiyada məhkəmə islahatının keçirilməsidir. Digər məsələ, Bakıda ilk dəfə olaraq boru kəmər və tankerin tətbiq edildiyi ildə 1828-də Rus-Osmanlı müharibəsi bitmiş, San Stefano sülhü olmuş, elə həmin ildə də Berlin konqresi. Misal olaraq İsveç Nobel qardaşları Bakı neftinə pul yatırdığı ildə 1879-cu ildə nə olmuşdur? Almaniya və Avstriya-Macaristan ittifaqı yaradılmışdır. Həmçinin biz deyə bilərik ki, 1865-ci ildə Gədəbəydə Siemens qardaşları misəritmə zavodu inşa etdiyi ildə ABŞ-də vətəndaş müharibəsi bitmiş, həmçinin də deyə bilərik ki, Osmanlıda yeni Osmanlılar cəmiyyəti yaradılmışdır. Həmçinin Azərbaycanda isə Çar Rusiyası ötən dəstə dediyimiz kimi 1865-də kənd cəmiyyətlərinin idarəsi haqqında əsasnamə fərmanını vermişdir. Həmçinin burada digər hadisə isə 1882-ci ildə Naxçıvanda pambıq təmizləmə zavodu fəaliyyətə başladığı ildə Almaniya, Avstriya, Macaristan və İtaliya ittifaqı, Üçlər ittifaqı yaradılmışdır. Başqa nə deyə bilərik burada? Digər məsələ yenə də 1879 Bakı Krasnovodsk teleqraf xəttinin çəkildiyi ildə İsveç Nobel qardaşları Bakı neft sənayesinə pul yatırmağa başlamışdır. Və bu dərsimiz də bundan ibarətdir.